Zəngin insanların əsas xüsusiyyəti bilirsiniz nədir? Onlar fikirləri faktlardan ayırmağı bacarır. Məsələn, gəlin biraz praktika eləyək sizinlə bərabər. Çünki çoxları fikirləri faktlarla qarışdırır deyə davamlı həyatda geriyə düşür və level up yaşaya bilmirlər. Məsələn, orada ev görürsünüz, düzdür? Ağ evdir. Bu faktdır. Faktdır ki, oradakı ağ rəngdə bir evdir. Bu faktdır. Faktı dəyişdirmək mümkün deyil. Mən gəlib, əgər desəm ki, ora bənövşəyi rəngdə bir maşındır, bu mənim fikrimdir hər hansısa bir, bu faktı dəyişmir. Və yaxud da mən gəlib desəm ki, o ev çox çirkindir, bu yenə də faktı dəyişmir. O sadəcə ağ evdir, çirkin və gözəl olması heç nəyi dəyişdirmir. Və yaxud da mən gəlib desəm ki, xoşuma gəlmir, oradan nəsə pisdir orada, yenə də bu bir fikirdir, mənə məxsus bir fikirdir və faktı dəyişdirmir. Və əslində belə bir şey var. Məsələn, çoxlarımız fikirlərə inanaraq yaşayır deyə bəzən deyirlər ki, çox varlı olmaq olmaz. Əslində heç bir qanunvericilikdə fakt kimi belə bir fakt yoxdur. Və yaxud da heç yerdə fakt kimi yazılmayıb ki, varlanmaq olmaz. Çünki fakt nədir? Forbes var, düzdür? Və yaxud da dünyadakı milyarderlərin, milyonerlərin, imkanlı insanların siyahısı var. Biznesmenlərin adları var. Hər birinin nə qədər qazandığı ortadadır. Və bu faktdır. Faktdır ki, insanlar yaşayır. İnsanlar dünyadakı pulu siz qaşıqla götürürsünüzsə, insanlar böyük, sanki böyük, o belə kamazla böyük götürürlər o pulu. Və kimsə milyarderdir deyə, kiminsə fikri ona təsir eləmir. Düzdür? Faktdır. O milyarderdir. Və nə vaxt ki, fikirləri faktlardan ayırmağı öyrənəcəksiniz, bax, o zaman level up yaşayacaqsınız. Level up, yəni yüksəliş yaşamağın, daha da zəngin həyat yaşamağın, daha da həyatınızda biraz səviyyə atlamağın əslində 50-dən çox etapı var. Və bu etapları biz sizinlə bərabər yeni proqramım Level Up Game'də başlayacağıq bir oyun kimi keçməyə. Bu proqramın qeydiyyat hələ açıq deyil, amma istəyirəm səhifəmə bildirişi açarsınız ki, qeydiyyat açılar, açılmaz ən birinci sizin xəbəriniz olsun.